Fəxrəddin Razinin Əhlüsünnə alimlərindəndir. Fəxrəddin Ər-Razinin özünün Əş-Şəcərətül Mübarəkə fi Ənsabi Talibiyyə kitabında deyilib. Həsən Əl-Əsgəri əleyhissalam, yəni imama gəlincə onun 2 oğlu və 2 qızı olmuşdur. Oğlanlarına gəlincə onlardan biri Sahib-əz-Zaman. İkincisi Musadır. Musa atasının sağlığında dünyadan köçmüşdür. Qızlarına gəlincə isə biri Fatimədir ki, atasının sağlığında dünyadan köçmüşdür. Digəri də Ümmü Musadır ki, o da həmçinin atasının sağlığında dünyadan köçmüşdür. Bir dənə Sahib-əz-Zaman, yəni İmam Mehdi Cəlallah Fərəcəhü Şərifdir ki, o atasının ölümündən sonra xəlifədir. Yəni ölməyib o şəxs. Nə ölməyib, nə doğulacaq. Yəni o şəxs doğulub onsuz da. İmam Həsən Əskəri əleyhissalamın övladıdır İmam Mehdi Cəlallah Fərəcəhü Şərif və o qeybdədir, yəni ölməyib, ölməyib. Açıq və bəyan Fəxrəddin Ər-Razinin kitabında da bu nəql olunur.